Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçısı olan Ceyran xanım gəlinə Aygünlə barışmayacağını bildirib. O bildirib ki, Aygünü bağışlamayacaq. Elə səhvlər var ki, onlar bağışlanılmır. Aygünü bağışlamayacağam və onunla barışmayacağam. Həmin görüntüləri sizlərə təqdim edirəm. Siz də videomuzu bəyənməyi, fikirlərinizi yazmağı unutmayın. Məndəki mən sözüm sözdür. Yəni mən qəlbim qırılan insanla heç vaxt barışmıram, bağışlamıram. Bu qədər söz-söhbəti mən bağışlaya bilmərəm. Oğlumun yanındayam, aslanımın ölənə qədər yanındayam. Mən balalarımı sevirəm. Balalarımdan yana canımı qurban edən bir anıyam. Yəni mənə nə olur olsun, balalarıma heç nə olmasın. Öpürəm, gecəniz xeyrə qalsın, yəni sabah açılır, sabahınız xeyirli olsun, uğurlu olsun. Öpürəm sizləri.